Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun əziz dostlar. Sosial şəbəkədə belə bir xəbər yayıldı ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin deməli Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Qafarovaya dostluq ordeninə təltif edilib. Əslində bilirsiniz ki, 2022-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında Moskva şəhərində müttəfiqlik bəyannaməsi imzalandı və bu müttəfiqlik bəyannaməsinin əsas belə deyək, şərtlərdən biri əlbəttə ki, ölkədə demokratiyanın və söz azadlığının inkişafının qarşısının alınması istiqamətində müttəfiqlik öhdəliyi var idi və bu müttəfiqlik öhdəliyi əsasında 2023-cü ildə bir çox qeyri-hökumət təşkilatının nümayəndələri, xüsusilə demokratik ölkələr olan Fransa, Amerika, Almaniya və bir çox Avropa İttifaqı və NATO üzv ölkələrlə Azərbaycanda demokratik dəyişikliklərin yaranması məsələlərinə görə onların qaçaqmalçılıq və vergidən yayınma maddələri ilə və Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycana ötürdüyü informasiyalar əsasında belə bir təbii ki, Amerika Birləşmiş Ştatları faktiki olaraq ADR hərəkatının lideri Qubad Badoğlu'nun məsələsi ilə bağlı deməli prezidentə məxsus Boeing təyyarəsi istehsalının dayandırılması və Azərbaycan Respublikası prezidentinin Amerika Birləşmiş Ştatlarına səfərinə məhdudiyyətlər qoyulması ilə bağlı sanksiya tətbiq olunub. Və bilirsiniz ki, Fransa Respublikasında yaşayan ayrı-ayrı xalqların, deməli, azsaylı xalqların, etnik azlıqların hüquqlarının müdafiəsi üçün deməli, Yeni Kaledoniya və Korsika adlı adaların hər birinin müdafiəsi üçün Milli Məclis beynəlxalq tədbir keçirdi qoşulmama hərəkatının iştirakı ilə və bu səbəbdən Rusiya Federasiyasının prezidenti Milli Məclisin deputatına belə bir dostluq ordeni təltif etmişdir. Sözsüz ki, bu məsələlər də ciddi məsələdir və bilirsiniz ki, bizim aldığımız kəşfiyyat məlumatlara görə Fransa Respublikasının kəşfiyyat orqanına xidmət eləyən İtalyan əsilli Stefano Milano adlı şəxs Facebook şirkətinin nümayəndəsi dövlət saytlarına kiber hücum təşkil edib və dövlət saytlarına kiber hücum təşkilində də məsələ əslində Azərbaycanın Respublikasının dövlət müstəqilliyini müdafiə eləyən və ərazi bütövlüyünü müdafiə eləyən demokratik qərb dövlətləri, BMT-nin 4 qətnaməsini qəbul edən qərb dövlətlərinin Rusiya Federasiyasının deməli Dağlıq Qarabağdakı işğalçılıq siyasətinin konkret olaraq Türkmənçay müqaviləsi ilə, Gürcistan müqaviləsi ilə təbii ki, Cənub axını dəhlizi çərçivəsində bilirsiniz ki, bir çox ölkələr Rusiyadan mavi qaz alırdılar və bu səbəbdən əlbəttə ki, Rusiya ilə ticari əlaqələrin qurulması və 1-ci Dünya müharibəsində, 2-ci Dünya müharibəsində Rusiya ilə müttəfiqliyi əlbəttə ki, faşist blokuna qarşı və əlbəttə ki, Antant dövlətlərinə qarşı bilirsiniz ki, müttəfiqlik olub və bu səbəbdən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova belə bir ordendən təltif olunub. Sözsüz ki, bu məsələlər vaxtilə Vladimir Lenindən Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk arasında da eyni münasibətlər olub. Bilirsiniz ki, Rusiya Federasiyası işğal etdiyi Türk torpaqlarında yaşayan türklər tərəfindən Mustafa Kemal Atatürkə böyük bir yardımlar olub və hətta Türkistanda və Azərbaycan ərazisində bir çox şəxslər, ictimai xadimlər belə qənaətə gəliblər ki, Türkiyə Cumhuriyyətinin qurulması üçün
Türkiyə Cümhuriyyətinin Antanta dövlətləri üzərində qələbəsi üçün Qurtuluş müharibəsində köməklik ehtiyacı var. Və sözsüz ki, Məhəmməd Əmin Rəsulzadə, ulu öndərimiz Rəsulzadə də 1919-cu il 19 mayda Azərbaycan qəzetində bu barədə açıqlama vermişdi və Azərbaycan Xalq Cümhuriyyəti gərəkirsə silahlı qüvvələri ilə nə lazımdırsa Türkiyənin qurtuluşu üçün Samsunda köməklik edəcəyini, öhdəliyini vermişdir. Əlbəttə ki, Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kemal Atatürk də Türk birliyinin qurulması üçün bir çox islahatlar, bir çox siyasətlər yürütmüşdür. Və Mustafa Kemal Atatürkün Qərb dövlətlərinə qarşı aparılan mübarizədə qələbəsinə görə mən hesab edirəm ki, bu gün də Milli Məclisdə elə bir Atatürkün dövründə formalaşmış dünya siyasətində bilirsiniz ki, hətta bugün Batı Trakiya, Şimali Kipr Türk Cümhuriyyəti və o cümlədən Doğu Türkistan məsələsinə görə bir çox demokratik ölkələr, hətta Güney Azərbaycan məsələsinə görə bir çox qərb dövlətləri, faktiki olaraq Amerika Birləşmiş Ştatları, Fransa Respublikası, faktiki olaraq İran İslam Respublikası ilə, Çin Xalq Respublikası ilə, Rusiya Federasiyası ilə iqtisadi əlaqələr qururlar. Lakin bilirsiniz ki, Ukrayna xalqının qüruru və Ukrayna xalqının şücaəti nəticəsində Rusiya Federasiyasına qarşı sanksiyalara qoşuldular və nəticədə Rusiyanın lideri Vladimir Putin dünyada diktator və dünyada faşist lider olaraq elan edildi. Əlbəttə ki, bu da bizim milli maraqlarımıza uyğundur. Çünki 366-cı alay və 366-cı polk təbii ki, Azərbaycanın tarixə, müstəqilliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının demokratik dəyərlərinə zərbə vuran Rusiya Federasiyası olub və əlbəttə ki, burada birmənalı bir fikir yoxdur. Əlbəttə ki, burada məsələlərə fərqli yanaşmaq olar. Mən düşünürəm ki, bunun detallarına açıqlama verməyə özümə borc bildim və bizim dövlətimizə qarşı aparılan kampaniyanın da Rusiyanın kəşfiyyat orqanlarına xidmət edən bir çox qərb, belə deyək, yönümlü qeyri-hökumət təşkilatına sızan bir çox antimilli ünsürlər var və bunların da üzə çıxarılması önəmlidir. Təbii ki, burada Rusiya ilə əməkdaşlıq edən Rus yönümlü insanlar var və bu səbəbdən məsələlər də öz həllini də tapmış olacaq. Mən hesab edirəm ki, məsələyə çox şaxəli baxmaq olar, çox tərəfli baxmaq olar. Biz bir çox bu mövzuda rəylərdə də ümumiyyətlə orden almaq, Rusiya dövlətindən orden almaq Azərbaycanın müstəqilliyinə, milli maraqlarına böyük mənada zərbədir. Və əlbəttə ki, bunun səbəblərini də həm açıqlamaq, həm də bu məsələni pisləmək çox önəmlidir. Və əlbəttə ki, biz məsələlərə elmi və rasional yanaşırıq və hesab edirəm ki, ola bilsin ki, Sahibə Qafarov bunun fərqində deyil. Ona görə ki, uzun illər Avropa Şurasında Azərbaycanın təmsilçisi olub və bugün onun bu orden alması Azərbaycan dövlətinin milli maraqlarına və bizim qurucu babalarımıza ən böyük təhqirdir. Ən azından 11-ci Qırmızı Ordunun Azərbaycanı 70 il işğalda saxlaması, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyması, 1937-ci ildə Azərbaycanın ziyalılarının güllələnməsi, Azərbaycanın, Qərbi Azərbaycanlıların öz baba yurtlarından deportasiyası və təbii ki, Dağlıq Qarabağın 30 il işğalda saxlanması və əlbəttə ki, Sumqayıt hadisələri, Xocalı soyqırımı, Mart soyqırımı və bu tipli hadisələr də 4 iyun hərbi qiyamı da əlbəttə ki, bu məsələlər Rusiyanın Azərbaycana qarşı ikili standartlarla yanaşmasının bariz nümunəsidir. Və mən hesab edirəm ki, cəmiyyətimiz və xalqımız həqiqətləri bilməlidir və bu həqiqətlərin aşkara çıxarılmasını mənə elə gəlir ki, çox vacibdir.
Çox çətindir əlbəttə bu mövzuda kimlərsə haqlı olaraq əlbəttə ki, etiraz edə bilər və bunu pisləyə də bilər. Şəxsən mən də pisləyirəm. Ancaq hesab edirəm ki, bunun da detallarına və bunun dərinliyinə də getmək lazımdır. Məsələn, niyə olub, niyə baş verib? Və bu mənada yaxşı olardı ki, araşdırmalar aparız. Məsələn, bizim təmsil etdiyimiz Atabey 19 Atatürk ocağında qənaəti bundan ibarətdir ki, bugün Azərbaycan dövləti Rusiya ilə aparılan mübarizədə bir çox uğur əldə edib və bunun müqabilində Azərbaycan artıq Amerikanın Rusiyaya qarşı həyata keçirilən sanksiyaların fonunda Azərbaycan tərəfi Rusiyadan qopur. Və Rusiyadan qopan prezidentimiz əlbəttə ki, müstəqil siyasət yürüdərək Azərbaycanda Nizami Gəncəvi adına beynəlxalq qlobal forumunun təşkilatçısı kimi bir çox demokratik ölkələrinin nümayəndələrini dəvət edib və əlbəttə ki, çox təəssüf ki, Amerika Birləşmiş Ştatlarında çox fərqli bir mənzərə yaranıb. Bilirsiniz ki, təbii ki, Rockefeller fonduna bağlı olan, dövlət departamentinə bağlı olan federal qurumlar medianın 4-cü hakimiyyətinə qarşı səlib yürüşləri başlayıb. Və əlbəttə ki, bizim apardığımız kəşfiyyat araşdırmalara görə Azərbaycan dövlətinə qarşı, Azərbaycanın 4-cü hakimiyyətinə qarşı həm kiber hücumun təşkil olunmasında qərb dövlətləri və medianın əlbəttə ki, müstəqil medialara qarşı aparılan cinayət işləri də Rusiyanın kəşfiyyat orqanlarının işidir. Çox təəssüf ki, Azərbaycanda beyin mərkəzləri, sosial tədqiqatlar mərkəzi və yaxud da strateji araşdırmalar mərkəzi bu barədə obyektiv bir informasiya yaymaqdan çəkinirlər. Sosial tədqiqatlar mərkəzi qeyd edirlər ki, kiber hücumun təşkil olunmasında İran xüsusi xidmət orqanları rol oynayıb. Və yaxud da konkret olaraq Azərbaycanda vergidən yayınan və yaxud da qaçaqmalçılıq ittihamı ilə həbs olunan media nümayəndələri, müstəqil media nümayəndələrinin Sosial Tədqiqatlar Mərkəzinin gəldiyi qənaətə görə bu hadisə hər halda birmənalı şəkildə buna münasibət bildirmirlər və lakin görürük ki, Strateji Araşdırmalar Mərkəzi təbii ki, Müsavat Partiyasına bağlı olan beyin mərkəzi isə hesab edir ki, bu hadisə dövlət orqanlarımıza sızan Rusiyanın xüsusi xidmət orqanlarının törətdiyi hadisədir. Və 22 fevralda 2022-ci ildə ölkələr arası imzalanan müttəfiqlik bəyannaməsinin əsasında baş verir. Və əlbəttə ki, mən düşünürəm ki, bizə belə bir beyin mərkəzinin də mütləq fəaliyyət göstərməsi lazımdır. Bilmirəm, Azərbaycan televiziyasında, ictimai televiziyada doğrudan da Azərbaycan dövlətçiliyinə bağlıdırsa və şübhə yoxdur ki, bağlı deyil, bu barədə rəsmi açıqlama verməlidir. Media İnkişaf Agentliyi, Mətbuat Şurası, Audio-Viziya Şura rəsmi açıqlama verməlidir. Azərbaycan mətbuatına qarşı həm kiber hücumların baş verməsi, həm cinayət işlərinin açılması. Azərbaycanın dövlət müstəqilliyi üçün iki böyük təhdidlər var. Şərq bloku və Qərb blokundan. Şərq blokundan təbii ki, Rusiya Federasiyası. Qərb blokundan isə NATO və Avropa İttifaqı. Nə baş verir? O baş verir ki, Türk Birliyinin qurulmasını iki blok istəmir və iki blokun istəyi budur ki, Azərbaycan ya avtoritar bir rejim Rusiyanın çətiri altında olmalıdır, ya da ki, demokratik rejimin, demokratik blokun belə deyək, cərgəsinə qoşulmalıdır. Təbii ki, insan haqlarının pozulmasının qarşısı alınmalıdır, demokratik seçkilər keçirilməlidir, insan haqları qorunub saxlanmalıdır, siyasi məhbuslar azad olunmalıdır və s. Yəni, əslində, biz daha çox Qərb blokunun cərgəsində olmalıyıq. Azərbaycan xalqının böyük bir hissəsi, yəqin ki, 10 milyonu Qərb blokunun tərəfdarıdır.
və dövlətimizin özü də artıq başa düşür ki, Qərb blokunda olmalıdır və bir çox enerji layihələri Makedoniyanın prezidentinin Azərbaycana səfəri, Albaniya prezidenti və digər Balkan ölkələrinin nümayəndələri və BMT-nin nümayəndə heyəti Azərbaycana gəlməsi Azərbaycanın demokratik dünyadan qopmadığını bir daha sübut edir. Mən hesab edirəm ki, prezidentimizin apardığı siyasətdə Avropaya inteqrasiya və Avropa dəyərlərinə söykənən iqtisadi islahatlar dayanır. Azərbaycan müstəqil siyasət yürüdür və Azərbaycan dövləti sözsüz ki, müstəqilliyini qorub saxlamaq, ərazi bütövlüyünün bərpa olunmasında qərar verilən BMT-nin 4 qətnaməsində əlbəttə ki, demokratik ölkələrin tələbləri var. Lakin Türkmənçay müqaviləsinin əlbəttə ki, günahkarı Rusiya Federasiyasıdır, İran İslam Respublikasıdır. Çünki bu iki ölkə Azərbaycanın müstəqilliyini qəbul etmir, ərazi bütövlüyünü qəbul etmir və hər iki ölkə Azərbaycan Respublikasının müstəqilliyini qəbul etməməkdən əlavə Türk dünyası ilə Rusiyada yaşayan, İranda yaşayan, Çində yaşayan, dünyada yaşayan türklərin Azərbaycan dövləti ilə birləşməsini, iqtisadi əməkdaşlığını birmənalı şəkildə qəbul etmirlər. Və əlbəttə ki, mən bu məsələləri Dövlət Təhlükəsizlik Xidməti ilə də paylaşıram, bölüşürəm və sağ olsunlar Dövlət Təhlükəsizlik Xidməti bu cür önəmli məlumatları biz informasiyaları veririk. Əlbəttə ki, dövlət sirlərimizi, məxfi sirlərimizi qorumaq şərti ilə və hesab edirəm ki, Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycan dövlət orqanlarına sızaraq, hətta bu yaxınlarda Turizm Agentliyinin də bağlı Dövlət Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirib. Bu xüsusi əməliyyatda aşkarlanıb ki, Rusiyanın kəşfiyyat orqanlarına işləyən qüvvələr qanunsuz olaraq Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olur, korrupsiya ilə, rüşvətxorluqla məşğul olur və Azərbaycan vətəndaşlarını qanunsuz miqrasiyalarını təşkil edir və bir çox insanları demokratik ölkələrə xüsusi casusluq fəaliyyəti üçün göndərir. Dövlət Təhlükəsizlik Xidməti Rusiyaya xidmət edən bir çox casus şəbəkəni ifşa etdi və ümidvaram ki, Dövlət Təhlükəsizlik Xidməti mütləq şəkildə dövlət orqanlarımıza sızan bütün Rusiyanın əməkdaşlarını cəzalandıracaq, həbs eləyəcək, barələrində cinayət işi açacaqlar və buna əmin ola bilərsiniz. Və mən hesab edirəm ki, dövlətimiz güclüdür, dövlətimiz müstəqildir və bilirsiniz ki, Cənab Prezidentin sərəncamı ilə bu il konstitusiya və suverenlik elan edilib. Biz dövlətimizə bağlı bir təşkilat olaraq bu məsələlərə birmənalı qarşılayırıq. Sadəcə istədik ki, bu barədə detallı şəkildə məlumat verək və nəyə görə bu orden verilib. Ümumiyyətlə, mətbuatımız bu barədə ümumiyyətlə izahını belə də verə bilmirlər. Amma mən hesab edirəm ki, son günlər Fransa ilə bağlı aparılan kampaniyaya görə Rusiya tərəfi bu məsələdə Azərbaycanı özünü müttəfiqi görür. Ancaq xalqlar olaraq müttəfiq deyilik. Tarixən nəzər salsaq, heç bir zaman Fransa Azərbaycan torpaqlarını işğal etməyib. Fransa heç bir türk torpaqlarını işğal etməyib və türkləri əsarətdə saxlamayıb. Bu səbəbdən milli maraqlarımız nöqteyi nəzərdən biz Rusiyaya müttəfiq olmalı deyilik. Biz Türkiyənin üzv olduğu Qərb blokuna, Qərb alyansına müttəfiq olmalıyıq. Həm müstəqilliyimizi qorumaq naminə, həm də ərazi bütövlüyümüzü daha da möhkəmləndirilməsi naminə və beynəlxalq hüquq normalarının bərpa olunması naminə. Mən düşünürəm ki, Ermənistanın yeni konstitusiyası qəbul olunandan sonra Azərbaycan Ermənistanla münasibətlərində artıq sülhə gələcək və hesab edirəm ki, artıq bu sülh danışıqları Xarici İşlər Nazirliyi səviyyəsində artıq görüşlər olub və düşünürəm ki, Azərbaycan bundan sonra da sülh razılaşmasına Brüssel danışıqlarında
Praqa danışıqlarında əlbəttə ki, uğurlar əldə edib. Hörmətli Abid Qafarovun dünən Sevinc Osman qızı kanalında çox maraqlı bir müsahibəsi oldu və qeyd elədi ki, Azərbaycan Respublikasının konstitusiyasına əlavələr, dəyişikliklər birisi 2009-da, 2016-cı ildə və 2002-ci ildə dəyişikliklər referendum əsasında baş verib və əlbəttə ki, gələcəkdə Azərbaycanda Səfəvilər dövlətinin, Qacarlar dövlətinin, yəni Türkmənçay müqaviləsindən öncə parçalanmış bir Azərbaycanın birləşməsi üçün konstitusiyalı monarxiya quruluşuna keçə bilər, respublika quruluşundan monarxik quruluşuna keçə bilər və Səfəvilər dövlətinin konstitusiyasına və onun təməlləri üzərində dövlətçiliyimiz qorunub saxlana bilər. Biz yaxşı bilirik ki, bugün Əliyevlər ailəsi, Paşayevlər ailəsi Azərbaycan dövlətçiliyini qorumağı bacaran, milli maraqlarımıza xidmət edən ailədir. Bir çox xeyriyyətçilik və humanitar sahələrdə Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Azərbaycanın milli mənəvi dəyərlərinin təbliğində, muğamımızın təbliğ olunmasında, Azərbaycanda əlbəttə ki, sahibkarlığın, şəhid ailələrinin sosial durumunun yaxşılaşmasında Heydər Əliyev Fondunun müsbət xidmətləri var. Təbii ki, Azərbaycanda Xarı Bülbül Festivalının, Vaqif Poeziya günlərinin keçirilməsi, Azərbaycanda tarixi filmlərimizin, İrəvan xanlığı haqqında bu yaxınlarda bir film ərsəyə gəldi və bundan əlavə Son İclas, Əbədi Ezamiyyət, Əli Nino və Tağıyev filmləri ərsəyə gəldi. Bu da Heydər Əliyev Fondunun xidmətləridir. Azərbaycan kinosunun inkişafında, Azərbaycan mədəniyyətinin inkişafında, aşıq festivallarının, muğam festivallarının, Vaqif Poeziya günlərinin, Xarı Bülbül festivallarının, teatr festivallarının keçirilməsi də Heydər Əliyev Fondunun təntənəli xidmətləridir. Sözsüz ki, Səfəvilər dövlətindən sonra, Qacarlar dövlətindən sonra Əliyevlər ailəsinin uzun illər demokratik seçkilər əsasında hakimiyyəti möhkəmləndirilməsi, xalqın iradəsi ilə seçilməsi sözsüz ki, Azərbaycanın yeni konstitusiyasının dövlətçiliyinin əbədiliyinin möhkəmləndirilməsinə, müstəqilliyinin qorunub saxlanmasına xidmət edən konstitusiyalı monarxiyanın və dünyada ən demokratik ölkələrdən olan İspaniya krallığı, Belçika krallığı, Böyük Britaniya krallığının cərgəsinə qoşulması da Azərbaycanın müstəqilliyinin və müstəqilliyimizdən əlavə dövlətçiliyimizin super dövlət formuluna çevrilməsinə gətirib çıxarar. Məncə xalqımız uzun illər respublika quruluşunu 1918-20-ci illərdə qurub yaratdı. 1991-ci ildə bərpa etdi. Azərbaycan Respublikası tarixi torpaqlarını, Borçalanı, Qarayazını, Dəmirqapı Dərbəndini, Güney Azərbaycan ərazilərini işğaldan azad etmək istəyir. Və bu səbəbdən Azərbaycanın super dövlət olması üçün, Böyük Britaniya kimi böyük bir imperiya olması üçün yeni bir konstitusiyaya ehtiyacı var. Abid Qafarov buradan təşəkkür edirəm. Bu məsələyə həssaslıqla yanaşdığına görə, bu məsələyə obyektiv yanaşdığına görə buradan təşəkkür edirəm. Sözsüz ki, yeni konstitusiyalı monarxiya əsasında Azərbaycan dövlətinin təbii ki, adının qorunması şərti ilə Azərbaycanda yeni konstitusiyanın qəbul olunması Azərbaycanın milli maraqlarına cavab verir. Unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyəti qurularkən biz Qacarlar dövlətinin, Əfşarlar dövlətinin, Səfəvilər dövlətinin, Ağqoyunlular, Qaraqoyunlular dövlətinin, Atabəylər dövlətinin, Şirvanşahlar, Sacilər, Rəvvadilər, Şəddadilər dövlətinin varisi kimi çıxış etmişik. Atena dövlətinin və Midiya dövlətinin, Manna dövlətinin varisi kimi çıxış etmişik. Məncə, Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət edəcək yeni konstitusiya Azərbaycan xalqının ümumi rəyinə hesablanır. Bir çox Sovetskidə yaşayan insanlar belə İlham Əliyevi padişah görmək istəyir. Bir fatih görürlər. Bir xilaskar kimi görürlər. Əliyevlər ailəsini bir xilaskar kimi görürlər. Və bu çox təbii görünə bilər. Xalqımızın min illər boyu çox əsrlik mədəniyyətinə, çox əsrlik dövlətçiliyinə sahib, Şirvanşahlar dövlətçiliyinə xidmət edən Paşayevlər ailəsinin humanizm fəaliyyəti, təhsil sayəsində qazanılan uğurlarında Ada Universitetinin yaradılması və Qoyun Müəllimlər Seminariyasının bərpa olunması
və aviasiya sahəsində Azərbaycan böyük uğurlar əldə etməsində Paşayevlər ailəsinin xidmətləri var. Paşayevlər ailəsi Olimpiya hərəkatında ölkə prezidenti ilə birgə Avropa oyunlarının, Avropa oyunlarından əlavə 4-cü İslam Həmrəli oyunlarının Forma 1 yarışlarının təşkil olunmasında böyük uğurlar əldə elədi. 2011-ci ildə Avroviziya mahnı yarışmasına ev sahibi edilməsində də Paşayevlər ailəsinin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük xidmətləri var. Sözsüz ki, mən bu məsələyə demokratik dəyərlərə söykənərək yanaşıram. Xalqımız bugün qardaş Türkiyə Cumhuriyyətində də eyni tendensiyanı görür. Biz Osmanlı İmperiyasının qurduğu çox əsrlik bir xilafət sisteminin Böyük Orta Doğu projesinə əsaslanan Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bir imperiyam olacaq. Mustafa Kemal Atatürk'ün qurduğu Cumhuriyyət rejimində qalacaq. Bu məsələ müzakirə olunur. Bugün də Azərbaycan cəmiyyətində çox sevindirici haldır ki, xaricdə yaşayan soydaşlarımız da bu məsələyə bu şəkildə yanaşır. Biz Xalq Cumhuriyyətinin ənəllərini yaşadacaq, demokratik ənəlləri mi yaşadacaq, yoxsa çox əsrlik dövlətçiliyinə sahib olan super dövlət formuluna əsaslanan və imperiyaya söykənən böyük bir Azərbaycan, parçalanmış Azərbaycanı birləşdirən bir Azərbaycan mı istəyirik? Bu məsələ çox ciddidir. Və bu məsələ ilə bağlı Əbülfəz Elçi bəy də, Heydər Əliyev də dəfələrlə müzakirə edib. Əbülfəz Elçi bəyin ortaya qoyduğu bütöv Azərbaycan ideyası da məhz bu prinsiplərə söykənir. Və düşünürəm ki, Milli Fədai Hərəkatı da bu məsələlərə çox həssaslıqla yanaşır və hesab edirəm ki, biz tənqidə çox dözümlü yanaşan, demokratik yanaşan, demokratik dəyərlərə söykənən bir təşkilatıq. Biz Əhməd Ağulunun, Əli Mərdan bəy Topçubaşovun, Nağı bəy Şeyxsamanlının qurduğu təşkilatın varisləriyik. Biz 1918 az saytının, Rəsulzadə Ev Muzeyinin yaradılması təşəbbüsündə də fəallıqla iştirak etmiş insanlarıq. Və düşünürəm ki, Azərbaycanın dövlətçiliyinin qorunub saxlanmasında əlbəttə ki, Qərb dövlətlərinin, Türk dövlətlərin misilsiz xidmətləri var. Bir daha hər bizə təşəkkür edirəm. Qarşıdan gələn Novruz bayramınızı, Ramazan bayramınızı mübarək, Tanrı Türkü qorusun deyirəm. Atamız var olsun.